Salam, hörmətli valideynlər və təhsil ictimaiyyəti. Mən bir müddət əvvəl valideynlərə bir müraciət ünvanladım. Bu, xüsusi qayğıya ehtiyacı olan uşaqların 5 yaşında məktəbə göndərilməsi ilə bağlı idi. Fikrim ondan ibarət idi ki, valideynlər bu yaşda, yəni 5 yaşda övladlarını hazırlıqsız məktəbə göndərməsinlər. Ona görə ki, istər-istəməz sonraki illərdə bu uşaqların məktəb təlimini mənimsəmələrində çox ciddi şəkildə problemlər yaranır. Xüsusilə 3-cü siniflərdə onlar artıq xüsusilə riyaziyyatdan təlim tapşırıqlarını yerinə yetirə bilmirlər, motivasiya zəifləyir, məktəbə maraqlar zəifləyir və s. Bununla bağlı bizə valideynlərdən xeyli müraciətlər oldu, qınaqlar oldu. Yəni valideynlər bu məsələnin qaldırılmasının zərurliyini bildirirlər. Hətta birbaşa məni günahlandırırlar. Mən əlbəttə bir fərd olaraq, bir təhsilə qayğılı yanaşan bir insan və vətəndaş olaraq bunun məsuliyyətini özümdə dərk edirəm. Amma problemlə bağlı məsul olan dövlət qurumları var, onların rəhbərləri var, Elm və Təhsil Nazirliyindən tutmuş tədqiqat mərkəzləri var. Buna baxmayaraq, mən sizin bu qayğılarınızı və bu problemlərinizi əlbəttə anlayıram və istəyirəm sizə dəstək olam. Əgər siz doğrudan da uşaqlarınızın məktəbə hazırlanmasında bu qədər çətinliklər çəkirsinizsə və bunu qəbul edirsinizsə, əlbəttə mən bu məsələnin müvafiq qurumlar qarşısında qaldırılması üçün artıq təşəbbüsə başlamışam. İstəyərdim ki, bununla bağlı qanun qəbul edən müvafiq qurumlara məktublar yollayaq və bu məktublarda bir sıra psixoloji xidmət mərkəzlərinin rəhbərləri də iştirak etsinlər ki, bizim səsimiz eşidilsin. Əgər siz doğrudan da bu məsələnin mahiyyətini, əhəmiyyətini qəbul edirsinizsə, çox xahiş edirəm, bizə dəstək olun, qoyun bu müvafiq qurumlar sizin narahatlıqlarınızı eşitsinlər və bu məsələyə çox ciddi şəkildə yanaşsınlar. Söhbət, yenə də qeyd edirəm ki, xüsusi qayğıya ehtiyacı olan, inkişafında ləngimələri olan, xüsusilə autizm spektr pozğunluğuna məruz qalmış uşaqlardır ki, onların məktəbə hazırlanması üçün ən azı 2 il xüsusi hazırlıqlar tələb olunur ki, məktəb bu cürə hazırlıqları həyata keçirə bilmir. Çünki məktəbin funksiyası uşaqlara təhsil verməkdir. Sağ olun.